İmam Zaman əleyhissalamın gəlişi bir gün zuhur edib dünyanı ədalətlə dolduracağı Allah Taala'nın vədəsidir. Quran-ı Kərimdə Allah Taala buyurur ki, Allah Taala öz vədəsinə xilaf çıxmaz. Dedi, bitdi. Olacaq, mütləq olacaq. Bizim dillə, sadə dillə geci tezi var. Geci tezi də bizdən asılıdır. Biz eləyə bilərik. Ağamızın gəlişi ki, bir gün olacaq, vədədir, dəqiqdir, onu tezləşdirək. Allah uzaq eləsin. Öz əməllərimizlə, etdiyimiz günahlarla eləyə bilərik. O zuhuru gecikdirək. Yaxşı, vəzifəmiz nədir? Vəzifəmiz budur ki, İmam Zaman ağaya kömək eləyək. Hazır olaq. Əgər biz hazır olsaq, ona kömək etməyə, malımızla, canımızla hazır olsaq, bilin İmam Zaman əleyhissalam gecikməz. O da əslində alimlər belə buyururlar. Tez-tez mən bunu deyirəm. Özümdən demirəm, alimlərdən oxumuşam. Biz deyirik İmam Zaman ağanı gözləyirik. Həqiqətdə o bizi gözləyir. Nəyimizi gözləyir? Hazırlaşın gələk də. Bir tədarük görün gəlin də. Nə gəlsin o 11 dənə kimi şəhid eləyib oturaq, ağlayaq, yas tutaq. Əlbəttə sizə şamil deyil. Sizlə də iş bitməz ki. Tarix boyu belə olub. İndi 12-cisinin haçan qədrini bilsək, ləyaqətimiz olsa, gələcək. Deməli, İmam Zaman ağaya kömək eləmək lazımdır. Elə indi. Bəziləri belə fikirləşir ki, İmam Zaman ağa gələr, mən kömək eləyərəm. Dua da eləyir, dualar da var, yaxşıdır. Pərverdigara, Allahümmə cəalna min ənsarihi və ə'vanihi. Allah Teala'dan istəyirik, ilahi, məni İmam Zaman ağanın yar-ı ənsarından, köməkçilərindən qərar ver. Cümə günün dualarındandır. Bax, cümə günün dualarındandır. Salam verirsən İmam Zaman ağaya əleyhissalam, soruyursan, ilahi, məni ağanın ənsarından, ə'vanından, köməkçilərindən qərar ver. Elə indi. İndi, yox, gələcək mən ağaya kömək eləyərəm. Bir, bilinmir Allah sənə hələ ömür verər, sağ qalarsan, ya qalmazsan. İki, hələ İmam Zaman ağa gələndən sonra imtihanlar o qədər ağırdı, qardaşlarım. İmam gələr, birdən yolunu azarsan, nəfsinin hilələrini aldanarsan, zalimlərin, süfyanilərin, dəccalların, axirət zaman fitnələrində elə burulğanında itərsən, İmam Zaman ağa kömək eləmək əvəzini İmam Zaman ağaya qarşı çıxarsan. Mən demirəm, bu hədislər Peyğəmbər Əhl-i Beytin kəlamları deyir. İndi başlamaq lazımdır. Və bunu da deyim sizə, kim indi İmam Zaman ağaya kömək eləsə, bilsin ki, onun dərəcəsi, o adam ki, İmam Zaman ağa gələndən sonra ona kömək eləyəcək, ondan çoxdur. Necə? Quran deyir bunu. Quran-ı Kərimdə Allah Teala Hədid surəsində 10-cu ayədə buyurur ki, bir Məkkə dövrü var, bir də Mədinə dövrü var, eşitmisiniz. Hicrətdən qabaq, hicrətdən sonra. Peyğəmbər hələ təzə Məkkə dövründə gəlib İslamı insanlara çatdıranda, onda İslamı qəbul eləyən, Peyğəmbəri qəbul eləyən başı ağrıyırdı, döyürdülər, vururdular, öldürürdülər. Yazıqlar qaçıb hicrət eləyirdilər. Həmin zaman Peyğəmbərə iman gətirib döyüşə gedənlərin savabı sonradan gələnlərin savabından çoxdur. Üzr istəyirəm, sadə dinləndisi, hər şey qutarıb, qoyunu kəsiblər, kababı vurublar, kababın iyinə gələnlər çox olar. Nə zaman gəlmək lazımdır? Quran-ı Kərimdə Allah Teala buyurur. Baxın, la yəstəvi minkum mən ənfəqə min qablil fəth və qatəl. Ulaikə ə'zəmu dərəcətən minəl-ləzīnə ənfəqu min ba'd və qatəlu. O mənasına qulaq as. Sizdən malını Məkkənin fəthindən qabaq, fəthdən qabaq Allah yolunda xərcləyib, müharibəyə gedib, cihad edənlərin savabı başqaları ilə bir deyil. Onda Peyğəmbər tək idi, ordu yox idi, güc yox idi. Mədinədə Peyğəmbər hökumət başçısı idi. Peyğəmbərin yanında o vaxtı çox adamlar tapılardı. Hələ Məkkənin fəthindən Quran deyir ki, sizdən malını fəthdən qabaq Allah yolunda xərcləyib cihad edənlər əsla
sonraları ilə bir deyildir. Onlar fəthdən sonra xərcləyərək cihad edənlərdən dərəcə baxımından daha böyüdülər. İkinci xəlifə bir gün bir nəfərə dedi ki, birinci iman gətirənlərdəndir. Bilirsiniz kimlərdəndir? O vaxt iman gətirənləri Ərəbistanın isti qumların üstündə uzadırdılar yerə, altdan istili, üstünə də isti daşı qoyurdular. Onlardandır. İkinci xəlifə ilə sözü düşdü. Dedi ki, nə inanmısan, sən İslamsın? Nə özündən, bu üzr istəyirəm, döndü, köynəyin qaldırdı ki, belimə bax bilərsən. Hələ də ölənə qədər belində o yanar dağ izləri var idi orada. Sonradan gəlmirsən, pul xərcləmirsən, yaxşı eləmirsən. Döyüşə indi gəlirsən, daha qələbə vaxtı eybi yoxdur, biz səni qaytarmırıq geriyə. Amma bilin, kimin dərəcəsi üstündür? O adam ki, çətin gündə gəldi, Məkkə zamanında gəldi, Qur'an deyir, onun dərəcəsi üstündür. Və Allah Teala Qur'an-ı Kərimdə də Ən'am surəsində buyurur ki, 132-ci ayə وَلِكُلِّنْ دَرَجَاتٌ مِمَّا عَمِلُوا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ. Baxın, hər bir insan, cin tayfası, mömin, fərq etməz, hər bir kəs üçün etdiyi əməllərdən dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir. Salmanın bir dərəcəsi var, Əbu Zərin bir dərəcəsi var. Hamısı sinə vurur, hamısı mərsiyə deyir. Amma dərəcələr ayrıdır. Hamısı namaz qılır, namaz qılanların da dərəcəsi ayrıdır. Behişdə inşallah hamısı getsin. İnşallah hamınız behişdə gedəsiniz. Behiştin nemətləri hamınızın var. Amma behiştin özünün mərtəbələri və dərəcələri var. Behiştin bəzi nemətləri var, bəzilərinə verilməyəcək. Bəli, üzr istəyirəm, ağsaqqallardan bağışlasınlar. O huri yeyib içmək, çay, bal, bunlar bu yeyib içməklər orada hamımızın var. Amma behişdə xüsusi nemətlər var ki, bəzi möminlərə veriləcək, bəzilərinə verilməyəcək. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə görün nədir? Behiştin neçə dərəcəsi var sizcə? Əl-cənnətu mi'ətü dərəcə. Cənnət 100 dərəcədir. Adam var birinci dərəcəyə düşəcək. Allahına şükür eləsin, yetim sənə etsin, orada bir yer veriblər sənə. Amma oğlan da var, 100-də olacaq. Cənnətin ən üstün yeri ki, Qur'an-ı Kərim ədin, mə'va və bir də firdosdur. Ən üstün cənnət nədir? Firdosdur. Hədis var, Firdosa 4 dənə mömin adı gəlib. Salman, Əbu Zər, Əmmar, Miqdad. O Peyğəmbərin yanında bu 4 dənə idi bə, yəni. Bu sahabalar hara getdi onlar? Başa düşdürdü, vəziyyət nə yerdə olub? Bu dərəcələrin arasında fasilə də var, bəli fasilə də var. Nə qədərdir? İmam Rıza əleyhissalam buyurur ki, cənnətin bu dərəcəsi ilə o dərəcəsinin arasında olan fasilə göylə yer qədərdir. Nəql edirlər. Behişdə ali, illiyin uca dərəcələrdə o qalanlar ki var, behiştin alt mərtəbəsində olanlar onlara baxanda göydə ulduzları gördüyü kimi görəcəklər. Biz başımızı qaldırıb ulduzları görmürük. Behiştin aşağı dərəcəsində olanlar yuxarı dərəcəyə baxanda onları ulduz kimi, göydə ulduz kimi görəcəklər. Ona görə qardaşlarım, cənnətin dərəcələri fərq eləyir. İmam Zaman ağa əleyhissalama bugün kömək eləyənlər, İmam Zaman ağa gələndən sonra inşallah əgər ölməsə, tövfiq tapsa, qalsa, ağaya kömək eləyə bilsə, yolunu azmasa, düşmənlərinə qoşulmasa, İmam Zaman ağa kömək eləsə, xoş halına. Amma bilsin ki, bu axirət zamanda, bu zamananın Yezidlərinin, Muaviyyələrinin, Tramplarının, Netanyahuların qabağındakı 60 mindən çox insanı qətlə yetirirlər, vecdərinə deyil. Görün, dünya nə günə qalıb, əşi. Adam arada fikirləşəndə, necə deyirlər, başından tüstü çıxır. Öz ölkəsində, üzr istəyirəm ağsaqqallardan, öz ölkəsində az yaşlı uşaqlara təcavüz, pedofiliya adı ilə Trumpa cinayət işi açılır. Ölkə prezidentidir. Başqa ölkəyə gedir ki, mən sülh gətirirəm. Ukraynaya deyir, mən sülh gətirirəm. Fələstində mən deyir, atəşkəs edirəm. Bu ölkə, bu öz ölkəsində bunu cinayət işi açıblar. Özü nə cinayət işi? Üzr istəyirəm ifadəmi öyrən. O Epstein adası söhbəti. İndi gəlib dünyada bu ədaləti bərqərar edir. Gör nə günə qalıb dünya iş. Haqqı deyən, malından, canından keçənlər
bilsinlər ki, onlar Allah yolunda elə bir iş görürlər ki, onların da Allah yolunda gördüyü işlər İmam Zaman ağa gələndən sonra İmam Zaman ağa fərq qoyacaq. İmam Zaman ağa gələndə onun xeyməsinə gedib, ağa gəlmişəm köməyə, xoş halına, əhsən. İmam Zaman ağa yer verəcək. Amma oğlan ki, inşallah siz onlardan olasınız. Bu ağır zamanda İmam Zaman yolunda nəsə iş görürsə, bilsin ki, İmam Zaman onu da özünə daha yaxın ələşdirəcək. Mən bir hadisəni deyim, söhbətimi qutardım. Ayətullah Mərəşi Nəcəfini eşitmisiniz. Ayətullah Mərəşi Nəcəf həm də əslən Azərbaycanlı, düz Seyiddir, əslən Azərbaycanlı idi. Çox böyük alimlərdəndir. İmam Zaman əleyhissalamla görüşə tövfiq tapanlardan biridir. Qum şəhərində qəbri yerləşir. Böyük bir kitabxanadır. Mütləq gedəndə gedin, öz vəsiyyəti ilə kitabxananın girişində onu bastırırlar ki, tələbələr kitab oxumağa gedənlər, elm oxumağa gedənlər onun o qəbrin yanından keçsinlər. Çox pak adam olub. Ayətullah Mərəşi Nəcəfi ağa bir gün Hövzədə, elm məktəbində tələbələrin pulunu verənmir. Bunu da deyim sizə. Tələbələr hökumətdən pul almır ha. Elə bax burada deyirəm ki, bilməyənlər eşitsin. Heç bir İslam hövzəsində oxuyanlar heç bir dövlətdən pul almır, hətta İran İslam Respublikasından. Olmaz. Hövzə müstəqildir. Yoxsa biz də bəzi məzhəblər kimi yuxarıların sözünü deyək. Xums onsundur. Ayətullah Mərəşi Nəcəfi ağa Hövzədə tələbələrin pulunu verə bilmir. Bunlar gəliblər İmam Zaman tələbəsidirlər, İmam Zamanın dərsini oxuyurlar, gərək dini təbliğ eləsinlər. O tələbələrə İmam Zaman tələbəsidirlər. Ləyaqətimiz yoxdur, amma onlar İmam Zamanın tələbəsi deyirlər. Bunların pulunu verə bilmir. Ayətullah Mərəşi ağa Qum şəhərində bir neçə tacirlərə müraciət edir ki, bu tələbələrin dərsi qalmasın, bunlara bir kömək eləyin. Yeməkləri belə çətinləşmişdir. Tələbə gəlir filan şəhərdən Quma dərs oxumağa, amma pulu yoxdur. Varlı imkanlı tacirlər Ayətullah Mərəşi ağa deyir ki, ağa bir sənə bazarda vəziyyət nə yerdədir? Alıver bizim dilənçisi ölüb. Bir şey eləyə bilmərik sənsin. Mərəşi ağa deyir, bunu eşitdi. Yanında biri vardı, Seyid. Ona dedi ki, get filan qəssabın yanına. Ayətullah bax, qəssab, tacir deyil. Kimdən danışır bu? Qəssabdan. Ona dinən ki, Ayətullah Mərəşi məni göndərib. Hövzədə bu İmam Zaman tələbələrinin pulları qutarıb. Bunlara kömək lazımdır. Deyir, getdim mən. Gördüm, bu arada ağanın söhbətləri gəlib əyləşir. Rozasına əyləşənlərdəndir. Yaxınlaşdım. Salam, əleykəssalam. Dedim ki, elə bir də ət üçün gəlmişəm. Nə lazım? Dedim, mən ət üçün gəlməmişəm. Məni Ayətullah Mərəşi Nəcəfi ağa göndərib. Ağanın adını eşidən ki, durdu, düz qaldı. Bax ha, qeyrətə bax, adam bir müştəhidin, alimin belə müdafiə elə. Ağa, mən nə qulluq? Deyir, ağa deyir ki, bəs belə pullar qutarıb, tələblər qalıblar bu cürünə. İmam Zaman büdcəsinə kömək lazımdır. Əleyhissalam deyir ki, elə orada ət satanda nə daxlı vardı, hamı daxildə olan pulların hamısını tökdü bir dənə parçaya, qoydu qabağına, əlavə də bir dənə çek çıxartdı, çeki yazdı. Nə çek olsa yaxşıdır. Deyir, bu dükanı da mən çeklə yazıram, qiyməti nə qədərdir? Ağaya denən, mənim nəyim varsa, varım, dövlətim qurban olsun İmam Zaman ağaya. Deyir, hətta gözündən yaş gəldi ki, mən nə gündəyim, ilahi, mənə nə tövfiq vermirsən, İmam Zaman ağanın alim Ayətullah mənim qapıma adam göndərib, İmam Zaman tələbərin pulunu mən verəm. Bunu nəql edən alim deyir ki, Ayətullah Mərəşi Nəcəfi ağa ölənəcən o dəsmal ki, ona pulları kisə kimi töküb göndərmişdi, o pulu qoymuşdu, xərcləmişdi, o dəsmalı götürmüşdü. Ölənəcən Ayətullah dua eləyəndə əlin qaldırıb o dəsmalı tutdu, deyirdi, ilahi, məni o qəssabla məşhur elə. İmam Zaman əleyhissalam məndən kömək istəyir. Malını, canını verməyəcəksənsə, indi kömək eləməyəcəksənsə peşman olacaqsan. İmam Əli əleyhissalamın sözü belədir. Həzrəti Əleyhissalam ağamız buyurur, xeyirli işlərdə əskiliyi göstərən hər kəs bilsin ki, dərdə qəmə düçar olacaq. Peşman olacaq. Kim xeyir işlərdə əskiliyi eləsə, imam deyir, bir gün peşman olacaq. Canından, malından Allah yolunda xərcləməyən bir adamla Allahın da işi yoxdur. Vəssalam. İmamın sözüdür. Allahın bizim ehtiyacı var, səmət deyil. Canından, malından Allah yolunda keçməyən, özü üçün yaşayan adam deyir, Allahın da işi yoxdur. Ya Allah. Allahın verir Peyğəmbər və onun paş əhli beytinə, Allahın verir Kərbəla şəhidlərinə, cümə günü hörmətinə Allah təala bizi elə bu gün, bu zamanda İmam Zaman əleyhissalama bacardığımız kömək eləyənlərdən qərar versin. Amin.